Salam, hər vaxtınız xeyir olsun. Deməli, mən indi çöldən gəlmişəm evə. Səhər şəhərə getməli idim. 2 dənə metroya çatdırılmam var idi. Ayrı-ayrı yerlərdə idi. Vaxtım getdi təbii ki buna. Evə qayıtdım saat 1-də. 1 saatda TikTok kanalım üçün çəkiliş eləmişəm evdə. İndi onu sizə göstərəcəm. Ondan sonra da yenə çıxıb getdim dərsə. İndi gəlib çatmışam evə. Saat 7-dir. İndi Ruslan gələcək işdən. Dayısının ad günüdür. Mən uşaqları hazırladım. Onlar da restoranda qeyd eləyir. Uşaqları da indi hazırlayacağam. Onlar getsinlər. Onlar gedəndən sonra da 4 gündür ki artıq evdə yoxuq. Ev bildiyiniz yəni Kaşadır da. Necə başlayalım? Necə evdə ayaqqabı ilə gəlsə, yəni yeri var. Yer bütün qumdur. Evləri yığışdıracağım, çalışacağım ki, onlar gələnə qədər çatdırım. Sabah artıq videolarımı editləməyə vaxtım olsun ki, sizi videosuz qoymayım və kanalımın kanalım üçün yeni bir vlog hazırlayım. İndi sizə öncə göstərim. Çəkilişdəndir. Burada qida əlavələri barədə məlumatlar verdim. İndi də gedək. Mən evin halını göstərim ki, sizə ev nə gündədir. Bu mənim otağımdır. Otağım polnu abzor göstərirəm ki, sonra baxanda deyəsi bu qıza halal olsun, qəşəng yığışdırır. Bura həmişəki kimi bu vəziyyətdədir. Yer. Buralar. Uşaqlar da başları qaçışsın deyə nə oynayıblar. Həmişəki kimi. Bunların heç vaxt öz yerində paltarı olmaz. Heç vaxt. Onların üstü. Koridor. Qonaq otağı. Qonaq otağı yenə dünən biraz bütər səliqəyə salmışam. Təzədir deyə çox da bulaşmır. Yəni təzə remontdan çıxıb deyə çox da bulaşmır. Kuxuna bu şəkildədir. Yeyiblər. Uşaqlar üçün popkornu eləmişdim ki, gedəndə birdən açsalar atışdırmağa nəsə olsun. Meyvələrdir, yeyiblər, yığıblar bura. Kuxuna bu şəkildədir. Buralar belə. Orada yuyulmağa paltar var. Yer bugün də. Yəni yerdə ayaqqabısız gəzmə mümkünatı yoxdur. Ev bu vəziyyətdədir.
İşlərim bitdi, evləri sildim. Ucu saat 7-də başlamışdım, 8-in yarısı, ucu saat 11-in yarısıdır. Yerləri də ucu sildim, indi silmişəm. Bütün otaqlar, gözləyirəm qurusun, hər şey əşyaları yerləşdirim yerinə. Qonaq otağı, hər yeri, kuxna, koridor. Koridor bura nə gündə idi, bütün ayaqqabılar çöldə toz torpaq. Burada da çıxan paltarlardır. Maşın işləyir, bir dənə yumuşam, bura belədir, çayı indicə dəmləmişəm. Gözləyirəm, uşaqlar zəng elədilər ki, gəlirəm. Onlar gələnə kimi mən girib duş alacağım. Onlar gəlsinlər, sonra onlar girsinlər, duş alsınlar. Ondan sonra oturaq, bir dənə təzə dəmlədiyim çaydan içək, qəşəng təzə qonaq otağımızda. Sonra gedək yataq. Demək, uşaqlar gəliblər. Mən duşumu aldım. Fərqinə vardım ki, acam. Oğlum dedi ki, mama, bildi ki, sən evi yığışdırırsan, yemək pişirməyə vaxtın olmayacaq. Ona görə sənə bildilər ki, mən özümə yemək hazırlamayacağım da, xəsiyyətimi bölürlər. Mənə dönər aldılar. Çayım da hazır, limon da sağ olsun Ruslan almışdım. Mən xoşlayıram limonlu çayı. Həm də olsun yaradana. Bunları bitirib, yəqin ki, gedib biraz telefonla qurdalanıb yatacağım.